Hər birinizə salamlar. Bugün danışacağımız mövzu münasibətlər barəsində olacaq. Ümumiyyətlə, münasibətlərin dinamikası necədir? Münasibətlərə etdiyimiz səhvlər və sağlam düzgün münasibət necə qurmaq lazımdır? Bunları danışacağıq. Elə isə başlayaq. Deməli, münasibətlərdə ən birinci, belə deyək də, ən çox görülən səhv, yəni ən çox gördüyüm səhv budur ki, sərhədlərimizi çox düzgün şəkildə təyin edə bilmirik. Sərhədlərimizi düzgün şəkildə qura bilmirik. Yəni, şəxsi sərhədlər. Ya məsələn, həyatımıza gələn insanı ümumiyyətlə daha çox diqqət mərkəzinə qoyuruq və özümüz bir növ bütün həyatımız, əvvəlki həyatımız, düzənimiz qalmır və pozulur. Dostlarımızı və digər həyat sferalarımızı geridə qoyuruq, sırf münasibətə fokuslanırıq, yəni qarşımızdakı insana və özümüz, yəni öz əvvəlki rutinimiz, vərdişlərimiz, ümumiyyətlə öz hobbilərimiz bir növ kənarda qalır. Və bu, belə deyək də, bizi özümüzdən uzaqlaşdıran bir şey olduğu üçün və həddindən çox münasibətə fokuslu olduğumuz üçün o halda, yəni istər-istəməz həddindən çox gözləntiyə girə bilirik və ümumiyyətlə sağlam şəkildə münasibət qurmaya bilirik. Yəni bunun altında bəzi qorxular ümumiyyətlə yatır. Bu qorxulara hələ ki indi girmək istəmirəm, amma ümumiyyətlə gördüyüm odur ki, sərhədlərimizi düzgün təyin edə bilmirik və gözləntilərimiz ümumiyyətlə bir münasibətdən, yəni qarşımızdakı insandan gözləntilərimiz nələrdir? Bizim münasibətdə prioritetlərimiz nələrdir? Hansılar bizim ümumiyyətlə, nələr bizim qırmızı xəttimizdir və bunları heç bir halda, yəni aşılmasına icazə verə bilmərik. Yəni bu bizim üçün artıq sərhəd pozuntusu və bir növ yol verilməzdir. Bunlara baxmaq, bunları düşünmək, bir analiz etmək lazımdır ki, məsələn, indiyə qədər bitmiş olan münasibətlərdə təkrarlanan döngülər, təkrarlanan səhvlər nələrdir ki, hansı ki onlar təkrarlanır və mən bunlara fərqində deyiləm, bunları təkrarlayıram. Bunlara baxmaq lazımdır. Və bəzən də olur ki, bir insanla münasibətdə onu həddindən çox, yəni yaxşı yerlərə qoyuruq, yüksək yerlərə qoyuruq. Çox vaxtda xanımlar da olur ki, bir insana həddindən çox heyranlıq nöqtəsindən baxırıq və düşünürük ki, yəni bu insan, yəni dünyanın ən yaxşı insanıdır, ən super insanıdır və bundan başqa mənim həyatımda bir insan ola bilməz, olmayacaq kimi. Yəni bir növ belə deyil, axırıncı kişi sindromuna girmiş oluruq və bu halda nə baş verir? Yəni qarşımızdakı insan bir narsist ola bilər, manipulativ bir insan ola bilər, abuser ola bilər və biz bu halda həmin o insandan qalmağı davam edirik və həmin o münasibət də sağlıqlı bir yerə getmir, toksikləşir. Bir münasibətin mənə elə gəlir ki, ən belə deyək də qızıl qaydası ondan ibarətdir ki, sərhədlərimizi bilmək və düzgün təyin etmək və özümüzü unutmamaqdır. Yəni bir münasibətdə olmaq və belə deyək də, orada sərhəd qoymaq heç bir halda egoistlik və ya da ki, qarşı tərəfə təhdid deyil. Sadəcə sərhədləri müəyyənləşdirmək bir çox hallarda əslində sağlam münasibətin ən əsas təməl ehtiyacıdır, belə deyək. Və növbəti etapda bir çox hallarda məsələn problemlər yaranır. Yəni istənilən bir münasibətdə problemlərin yaranması qaçınılmazdır, amma biz burada bəzən ola bilər ki, bu problemləri göz ardı edə bilirik. Nə olacaq, düzələcək, evlənər düzələr və ya da ki, indi belədir, bəs insandır, nəticədə səhv eləyə bilər, amma düzələr. Kimisindən nələrsə yola veririk, nələrsə bir növ bastırırıq və bu halda da bir çox hallarda həmin bu bastırılan şeylər müəyyən bir dövrdən sonra artıq bir növ belə deyək də problemlər toplanır və həddindən çox problemlər toplusu əmələ gəlir və bu da istər-istəməz münasibəti zədələyən və münasibəti bir növ toksikləşdirən məsələlərdən biridir ki, problemlərə qarşı nə qədər, yəni bir növ həllinə yönəlik, yəni bir şeylər eləyə bilirik, söhbət eləyə bilirikmi? Mən qarşımdakı insanla bir şeylər paylaşa bilirəmmi? Oradakı mən necədir? Yəni
dönüşdüyüm məni sevə bilirəmmi? Və həqiqətən də qarşımdakı insan bu münasibətin məsuliyyətini götürə bilirmi? Və mən bir şey dedikdə orada həqiqətən də məni dinləyən biri varmı, yoxsa ki necə? Bunlara baxmaq lazımdır. Və bunlar çox önəmlidir. Yəni insanın həqiqətən də bir insan kimi dəyərli olduğunu hiss etmək, hörmət olunması və orada həqiqətən də mövcud ola bilmək, var ola bilmək çox vacibdir. Amma bir çox hallarda biz bunu münasibətlərdə bir növ bu ehtiyacımız qarşılanmadığı üçün biz münasibətləri qıra və yarıda qoya bilirik. Və bu çox normaldır, yəni. Təbii ki, çünki hər bir insan öz dəyərlərinə uyğun yaşayır və öz dəyərlərinə kənara çıxa bilmir. Bu sözsüz ki, belədir. Yəni dəyərlərimiz də bir növ bizim başqa sözlə ehtiyaclarımız olduğu üçün ehtiyaclarımız qarşılanmayan bir münasibəti tərk etmək və orada onu bitirmək çox normaldır. Nəinki də onu orada qalıb, orada qalmağa məcbur hiss etmək, hətta onu yapışıb, yəni belə deyək də, daima yapışıq şəkildə ondan bərk-bərk tutacaq şəkildə bu şəkildə davam etmək isə həqiqətən də çox yaxşı bir şey deyil, sağlam bir addım deyil, sağlam bir qərar deyil. Baxmaq lazımdır ki, mən niyə o insanla tutunmağa ehtiyac duyuram və burada mən xoşbəxt olmamağıma rəğmən niyə mən buradayam? Bunlara bir baxmaq lazımdır. Həqiqətən də sorğulanması gərəkən yerlərdir və ümumiyyətlə münasibətlərdə gördüyüm səhvlərdən biri də odur ki, İnsanlar qarşısındakına bir fərd olduğunu, bir şəxsiyyət olduğunu, onun seçimlərinin başqa ola biləcəyini və fərqli ola biləcəyini anlaya bilmirlər və müdaxilə etməyə çalışırlar. Həddindən çox məsləhət verməyə çalışırlar, onu dəyişdirməyə çalışırlar və dəyişdirilməyə çalışılan bir insan isə özünü təhdiddə hiss edir, normal olaraq təhlükədə hiss edir və oradan çıxıb getməyə ehtiyacı duyur və çıxıb gedir. Bəzən ola bilər ki, tutaq ki, müvəqqəti olaraq nəyisə dözə bilər və ya da ki, özünü dəyişdirməyə çalışa bilər. Amma bu heç bir halda, yəni qalıcı bir növ belə deyək də, çıxış yolu deyil heç bir halda. Çünki heç bir insan özünün olduğu kimi bəyənilmədiyi, sevilmədiyi bir yerdə qalmaq istəməz normal olaraq. Yəni əslində burada bir növ atılan addım çox normaldır. Və yəni demək istədiyim odur ki, əgər bir münasibətdə bir insanı həddindən çox dəyişdirməyə çalışırsansa, bax gör, yəni niyə dəyişdirmək ehtiyacı duyursan və həqiqətən də orada görülən o vəziyyət və ya da ki, o insanda olan xüsusiyyət həqiqətən dəyişdirilməyə gərəkdirmi? Yoxsa sənin öyrəndiyin o doğru-yanlış qəliblərinə uyğun deyil və buna görədirmi? Bunlara baxmaq lazımdır. Çünki bizim o qədər ki, beynimizdə, bir növ zehnimizdə belə deyək də, nə qədər ki, mühakimələr varsa, doğru-yanlış qəliblər varsa, o şəkildə, yəni biz öz doğrularımızı başqa, yəni qarşımızdakı insana bir növ ona yeritmək istəyirik. Amma qarşımızdakı insanın da öz yaşanmışlıqları var, öz həyat yolu var, öz seçimləri var, öz qərarları var və onun tərbiyə sistemi, ailə mühiti, ümumiyyətlə mühiti fərqli ola bilər və bəlkə inancı fərqli ola bilər və dolayısıyla burada çox önəmlidir ki, fərqliliyə qarşı nə qədər toleranslıq göstərə bilirəm, nə qədər bunu qəbul edə bilirəm. Bunlar çox önəmlidir. Və əgər bir münasibətdə sənin, yəni ən böyük dəyərin tutaq ki, belə deyək də, sən ola bilər ki, həddindən çox, yəni məsələn ola bilər ki, sən dini inanclı birisən və öz ideologiyana sadiq birisən və bu sənin üçün çox həssas və önəmli bir məsələdir. Və baxmalısan ki, qarşındakı insanın da dəyərləri buna uyğundurmu, yoxsa yox. Bir çox hallarda dəyərlərimiz uyğun və ortaq olmadıqda, oxşar olmadıqda çətinliklər yaşayırıq, konfliktlər yaşayırıq. Buna baxmaq lazımdır. Yəni mənim əsas dəyərlərim nələrdir və qarşımdakı insanın dəyərləri nələrdir və bizim dəyərlərimiz ümumiyyətlə üst-üstə düşürmü? Gözləntilərimiz üst-üstə düşürmü, yoxsa yox? Mən ümumiyyətlə bir münasibətdə nə istəyirəm və gözləntim nələrdir? Bunları həqiqətən də açıq-aşkar şəkildə, aydın şəkildə ifadə edə bilmək, burada dürüst və səmimi olmaq çox önəmlidir. Və biz bir çox hallarda qorxularımıza bir növ məğlub olaraq, belə deyək də, bu həssaslığı unudub yaxşı qız və ya yaxşı oğlan roluna girə bilirik. Həddindən çox fədakar ola bilirik, həddindən çox verici ola bilirik, həddindən çox hər şeyə bir növ daha çox
belə deyək də, göz ardı eləyən və ya da ki, yumşaq birinə çevrilə bilirik və bunlar təəssüf ki, çox qısa müddətli bir növ həll yolları olduğu üçün ona görə də istər-istəməz o münasibət uçuruma gedir, yəni. Çünki daim bir nəfər kompromisə gedə bilməz, daim bir nəfər hər şeyi, yəni belə deyək də, münasibətin öhdəliklərini, məsuliyyətlərini, rollarını ala bilməz. Çünki hər iki insanın rolu var və bu rolları bölüşdürmək və bir növ belə deyək də, burada ədalətli şəkildə bir bölüşdürmək lazımdır ki, yəni mən nələri eləyə bilərəm və qarşı tərəf nələr eləməlidir bu şəkildə. Burada həqiqətən də dürüst ola bilmək çox-çox önəmlidir ki, o münasibət uzun müddətli və sağlam ola bilsin. Və sağlam münasibət qurmaq üçün bizə belə deyək də, və ya da ki, sağlam münasibətdə olub olmadığımızı necə bilə bilərik? Bir münasibətdə həqiqətən də özümü təhlükəsiz, güvəndə hiss edə bilirəmmi? Bir gələcək görə bilirəmmi? Bu insan mənə bir gələcək vəd edə bilirmi? Və özümü burada həqiqətən də bir növ belə deyək də, dəyərli hiss edə bilirəmmi? Özüm ola bilirəmmi? Nə qədər özümü ifadə edə bilirəm? Nə qədər yəni öz qorxularımdan, güclü və zəif tərəflərimlə nə qədər o münasibətdəyəm? O münasibətdə var ola bilirəm? O münasibətdə bərabər böyüyə bilirik, irəli gedə bilirik. Yəni geriləmə yox, irəli gedə bilirik. Bu çox vacibdir. Və dönüşdüyüm versiyamı bəyənə bilirəmmi, sevə bilirəmmi, bundan qaniyəmmi? Yəni bundan razıyammı? Buna baxmaq lazımdır mütləq şəkildə. Və bu məsələlər çox-çox önəmlidir. Münasibətlər barəsində demək istədiklərim hazırda bu qədərdir. Bəlkə bunu hissi şəklində, hissələr şəklində çəkə bilərik. Baxarıq vəziyyətə və ehtiyaca. Sonda isə onu demək istəyirəm ki, əgər bu video faydalıdırsa, bəyənib YouTube kanalıma abunə ola bilərsən və eləcə də öz rəyini, fikirlərini bildirə bilərsən. Sualların varsa bunları da bildirə bilərsən və ya da ki, növbəti videolar hansı mövzularda olsun, bunları da yaza bilərsən.